izdihamın içindən özünə yol açıb, hələ də huşsuz halda yerə sərilmiş Atosun yanına gəldi. Hay-küy və çaxnaşma ona mane olduğundan, hər şeydən əvvəl yaralını qonşu otağa aparmalarını tələb etdi. Cənab de Treville o saat qapını açıb, Portos və Aramisə yol göstərdi. Onlar da yoldaşlarını qolları üstünə alıb apardılar. Onların ardınca cərrah içəri girdi. Cənab de Treville'in kabinetinə adətən müşketyorlar əsə-əsə gəlirdilər. Ancaq indi bura bir an içində dəhlizin bir şöbəsinə çevrilmişdi. Hay-küy, söyüşmə səsləri oranı bürümüşdü. Kardinala və onun qvardiyaçılarına lənətlər yağırdı. Bir dəqiqədən sonra Portos və Aramis qayıtdılar. Cərrah ilə cənab de Treville yaralının yanında qaldılar. Nəhayət, cənab de Treville də qayıdıb gəldi.